Salam, hər vaxtınız xeyir. Bugün əsas miksirlərlə olan sifətlə bağlı xırdalıqlara, incəliklərə baxıb izahlarını verəcəyik. Xüsusilə də sifətin dərəcələri ilə bağlı bizə lazım olan ən vacib qeydlərlə tanış olmuş olacaq. Bilirik ki, əlamət və keyfiyyət bildirən əsas nitq hissəsinin sifət adlanır. Necə, nə cür və hansı suallarla birinə cavab verir. Yəni, yerindən işlənmə yerindən asılı olaraq bu suallardan birinə cavab vermiş olur. Sifətlərdə digər nitq hissələrinin də özünə məxsusiyyəti olduğu kimi, sifətin də özünə məxsusiyyəti var. Bizim əsas incə məqamlarımız bununla bağlıdır. Bunlara baxmalıyıq. Sifətin dərəcələri onun digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. A. Sifətin 3 dərəcəsi var, bilirik ki, adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Adi dərəcə deyirik ki, yəni əlamət və keyfiyyətin normada olduğunu bildirir və bütün sifətlər adi dərəcədə olur. Bu nə demək? Yəni bütün sifətlər adi dərəcədə olur, sonradan biz onu ya azaltma ya da çoxaltma dərəcəsinə yüksəlib endirə bilirik. Bəzi sifətlər var ki, bəzi sifətlərimiz də var ki, onları biz nə azaltma, nə çoxaltma dərəcəsinə çevirə bilmirik. Yəni azaltma və çoxaltma dərəcəsində işlədə bilmərik. Bunlar hansılardır? Məsələn, tibbi, ailəvi, evdəki, dünənki tipli sözlər. Yəni tərkibində i, v şəkilçisi olan, k, dakı şəkilçisi olan sifətlər. Bəzən də lik şəkilçisi, 30-luq, 10-luq kimi sözlərdə. Belə şəkilçilər olarsa, bunları nə etmək olmur? Azaltma və ya çoxaltma dərəcəsində işlətmək mümkün deyil. Bunlara diqqət etmiş oluruq. Yəni, testlərdə bizim qarşımıza hökm şəklində çıxsa ki, bütün sifətləri azaltma, çoxaltma və adi dərəcədə işlətmək olur. Bu fikir tamamilə yanlış fikirdir. Nəyə görə? Çünki bütün sifətlər azaltma və çoxaltma dərəcəsinə yüksəlib enə bilməz. Bu belə. Sonra gəlirik azaltma dərəcəsi. Deyir, 2 yolla yaranır. Morfoloji yol və sintaktik yol. Morfoloji yol dedikdə şəkilçilər nəzərdə tutulur. Hansı şəkilçilərdir? Imtıl, ımtıraq, sov, rak, şın. Bu tipli şəkilçilər. Məsələn, qırmızımtıl, qırmızımtıraq, uzun sov, gödərək, qaraşın, sarışın və s. bu sözlər. Deyirik, bu şəkilçilər də nədir? Qrammatik şəkilçilərdir. Çünki bunlar sözün kökünə qoşulduqda onun deməli leksik mənası dəyişmir. Sadəcə onu formaca dəyişir. Ona görə deyirik ki, bu şəkilçilər qrammatik şəkilçilərdir. Sintaktik yol dedikdə isə sözlərdir. Bu az, ala, açıq, təhər, kəm sözlərdir ki, bu sözlərdən düzəldikdə nə etmiş olur? Sintaktik yolla azaltma dərəcəsini yaratmış oluruq. Və təbii ki, bu sözlər sifətə qoşulduğu zaman azaltma dərəcəsini yaradır. Digər nitq hissəsinə qoşulursa, məsələn, ismə qoşuldusa, bu azaltma dərəcəsini yaratmış hesab olunmur. İndi onunla bağlı da məsələlərə baxacağıq. Məsələn, ala yarımçıq, açıq sarı deyirik. Ala və açıq sözləri defisinə yazılır. Təhər və kəm sözləri isə bitişik yazılacaq. Az sözü isə dilimizdə ilə az işləndiyi üçün onu da ayrı yazırıq. Ayrı şəkildə yazılmış olacaq. Kəm və təhərlə bağlı, ümumiyyətlə də, yəni bu hissədiklərlə bağlı dedik ki, yalnız sifətə qoşulduğu zaman dərəcə əlaməti bildirir. Kəm ağıl və kəm savad sözləri ona görə adi dərəcədə olan sadəcə mürəkkəb sifət hesabı olunurlar. Yəni, burada elə bil kəm və savad sözləri birləşib, kəm və ağıl sözləri birləşib, birlikdə bir dənə mürəkkəb söz əmələ gətiriblər. Onlar da nedir? Adi dərəcədədir. Nəyə görə? Çünki, qələmimizin rəngini dəyişək. Çünki savad sözü burada isimdir. Burada da ağıl sözü isimdir. İsmə qoşulubsa da bu sadəcə hissəcik rolunu oynayır və nə etmiş olur? Mürəkkəb söz yaratmış olur və adi dərəcədə. Bunu yaddan çıxarmırıq. Gəlirik çoxaltma dərəcəsinə. Bu da yenə 2 yolla yaranır. Morfoloji yol və sintaktik yol. Morfoloji yol yenə cədatıdır, yəni şəkilçiləşmiş formadadır deyə bunu da morfoloji yol hesab eləyirik. Bir də m, p, r, s ünsürləri var. Bunlar nədir? Deyəcəyik indi hamısını. Yaxşıca, körpəcə, zorbaca bu kimi sözlər çoxaltma dərəcəsi və morfoloji yolla yaranıb.
Bəzən körpəcə sözünü götürürlər ki, abituriyentlər, hə bu körpədir də, balacadır, balaca bir şeydən söhbət gedir. Aha, deməli bu azaltma dərəcəsidir. Xeyr, bu körpənin daha da körpə olduğunu göstərmək üçün ona cacə ədatını artırmış olur. Yəni daha da qüvvətləndirmiş olur. Amma balaca sözü quruluşuna görə sadə sözdür və onun tərkibindəki ca sözün köküdür, belə deyək, kökündə var. Ona görə onu biz adi dərəcədə götürürük. Balaca adi dərəcədə olan sifətimizdir. Sonra M+S ünsürləri. Deyirik sözün ilk hecasını və yaxud da ilk hissəsini götürürük. Ona bu samitlərdən uyğun gələnini artırıb yenidən sözün əvvəlini artırmış oluruq. Məsələn, qıpqırmızıda q hissəciyini götürdüm. Bir dənə p-nı artırdım, o oldu qıpqırmızı. Qayıtdım da sözə bitişdirdim. Yamyaşılda da m-nı artırmış oldum və s. Yamyaşıl, qıpqırmızı, qapqara, sapsarı və s. bunların hamısını artırmaq mümkündür. Sintaktik yol isə deyirik ədatlardır, qüvvətləndirici ədatlar. Ən, lap, daha, çox, olduqca bunlar hamısı qüvvətləndirici ədatlarımızdır. Zil hissəciyi var. Bunlar ayrı yazılır. Burada da vurğulamışıq, ayrı yazılır. Ən gözəl, çox gözəl, daha da maraqlı, olduqca həyəcanlı və s. və ilə axır. Tünd sözü devslə yazılır. Tünd yaşıl, tünd qırmızı. Abbaq və düm hissəcikləri, bunlar da adətən ağ sözünə qoşulur. Ağabbaq və dümağ. Bunlar da bitişik yazılır və sintaktik yolla yaranmış sifətlər, çoxaltma dərəcəli sifətlər hesab olunurlar. Sonra tünd xasiyyət sözü var burada. Yenə dedik ki, tünd sözü də digər olduğu kimi, kəm sözündə olduğu kimi, kəm hissəciyində əgər sifətə qoşulursa və devslə yazılırsa, bu zaman çoxaltma dərəcəsini yaradır. Yox, əgər ismə qoşulub, məsələn, burada ismə qoşulubsa, bu adi dərəcədə olan sifət. Tünd xasiyyət adam necə adam? Bu oldu adi dərəcədə yenə və bitişik yazılıb mürəkkəb söz hesabı olunur. Tünd çay birləşməsi də bu söz birləşməsi. Nəyə görə? Çünki ayrı yazılıb. Üstəlik yenə də ismə qoşulur. Bu da birinci növ təyini söz birləşməsi hesabı olunur. Burada artıq tünd sözü özü müstəqil bir sadə sifət hesabı olunur. Bunu da yadımızdan çıxartmayaq. Sonra digər məsələmiz bu düm hissəciyi ilə bağlıdır. Burada nəyə baxmaq lazımdır? Deməli, bir dəqiqə bunu sileyim. Burada nəyə fikir vermək lazımdır? Bizə bu sözləri verir. Deyir ki, hər ikisi eyni yolla yaranmışdır. Və yaxud da deyir, hər ikisi sintaktik yolla yaranıb. Hər ikisi morfoloji yolla yaranıb. Bu fikir doğrudurmu? Təbii ki, xeyr. Nəyə görə? Burada sözün kökü dümdür. Buradan dü hissəciyini götürmüşük və buna m artırıb dümdüz yaratmışıq. Bu hansı yol oldu? Morfoloji yolla yarandı. Burada isə ağ sözün özüdür. Mən ağın götürüb qabağına nəsə hissəciyi artıra bilməmişəm axı. Bu özü birbaşa düm hissəciyidir. Bunu da harada göstərmişdik? Bax, burada göstərmişdik. Ona görə bu da hansı yoldur? Sintaktik yoldur. Deməli, bunlar hər ikisi eyni yolla, eyni forma ilə düzəlməyiblər. Dümdüz sözü morfoloji yolla düzəlmiş çoxaltma dərəcəli sifətdir. Dümağ sözü isə nədir? Sintaktik yolla yaranmış çoxaltma dərəcəli sifət hesab olunur. Bunu yaddan çıxarmayaq. Bu belə. Sonra birdən bu məsələyə baxaq. Sifətin xəbər olma məsələsi. Ümumiyyətlə biz bilirik ki, isim sifətləşdiyi kimi sifət də isimləşə bilir. Bu necə, hansı xüsusiyyətləri qazanır, daha doğrusu hansılarını itirir? Sifət isimləşdiyi zaman qazandığı xüsusiyyətlər, hallanma, mənsubiyyət şəklisi qəbul etmək, mübtədə olmaq, tamamlıq olmaq, kim nə, hara suallarına, hara yox, özür dilərim, kim nə suallarına cavab vermək. Bu xüsusiyyətləri qazanır. Bəs nəyi itirir? Necə, nə cür hansı sualını itirir? Cümlədə təyin olma funksiyasını itirir. Saxladığı isə nədir? Dərəcələri. Sifət isimləşdiyi zaman, onu bir dənə qeyd eləyək. Bir dəqiqə, altdan yazaram, eybi yoxdur. Sifət isimləşdiyi zaman dərəcə əlamətini itirmir. Bunu yadda saxlayaq. Sifət isimləşərkən dərəcə əlamətini qətiyyən itirmir. Bunu yadda saxlayaq. İndi bir məsələ var.
Deyir ki, sifət isimləşdikdən sonra cümlədə xəbər olma funksiyasını da qazanır. Bu fikir doğrudurmu? Təbii ki, xeyr, doğru deyil. Nəyə görə? Çünki sifət adi halda da cümlədə xəbər vəzifəsinə çıxış eləyə bilər. Biz deyirik ki, sifətin əsas sintaktik funksiyası, vəzifəsi cümlədə təyin olmaqdır. Həmçinin xəbər də ola bilir. İsimləşdikdən sonra isə mübtədə və tamamlıq vəzifəsində də çıxış eləyə bilər ifadəsini işlədirik. Deməli, sifət isimləşdikdən sonra deyil də, elə özü adi halda sifətliyində də cümlədə xəbər ola bilər. Yəni xəbərli şəkilini qəbul eləyə bilər. Buna bariz nümunə burada yazmışıq. Qızım çox ağıllıdır. Kim? Qızım necədir? Ağıllıdır. Bax, necə sualını verirəmsə, necə sualını verdimsə, bu artıq oldu nə? Özü müstəqil şəkildə sifət və cümlənin xəbəri vəzifəsində çıxış etmiş sifət hesab olunacaq. Bunu da yaddan çıxartmırıq. Sifətlə bağlı bəzi qeydlərə nəzər salmış olduq. Yəni, müəyyən incə məqamlara toxunduq, danışdıq haqqında. Yenə də hər hansı bir məsələ qalarsa, sonradan dərsdə aydınlaşdırarıq və bunları da yenidən video izah şəklində növbəti videomuzda sizlərə təqdim etmiş olarıq.